Baxın bu kitaba deyirlər Əl-İqdul Fərid. İbn Əbd Rübbəh Əl-Andalusi. Vəhabilər də təsdiq eləyir bunu, Sünnilər də təsdiq eləyir bunu. Dar İhya-i Turasil Ərəbidə çap olunubdur bu kitab. Bu kitabın 4-cü cildində, diqqət eləyin, 4-cü cildində 1989-cu ildə də, birinci növbədə də çap olunubdur bu kitab. Bu kitabın 247-ci səhifəsində Əlləzinə təxəlləfu ən bəyəti Əbu Bəkr. O kəslər ki, təxəllüf etdi, müxalifət etdi Əbu Bəkrlə, beyət üstündə, beyət etmirdilər. Kimdir? Əliyun, diqqət eləyin, Əliyun vəl-Əbbas və Zübeyr və Səəd ibn Übadə. Fəəmmə Əliyun vəl-Əbbas və Zübeyr fəqəədu fi beyti Fatimə hətta bəsə iləyhim Əbu Bəkr Ömər ibn Xəttab liyəxrucu min beyti Fatimə. Deyir ki, o kəslər ki, imtina etdi beyətdən Əli, Abbas, Zübeyr, Səəd ibn Übadə idi. Bunlar heç birisi beyət etmirdi. Və Əli, Abbas və Zübeyr getdilər Fatimənin evində oturdular və Əbu Bəkr göndərdi Ömər ibn Xəttabı ora, ta ki, onları çıxartsın evdən, gətirsin beyətə. Bunu zor demirlər, nə deyirlər? O da sizin kitabınızdır. Sizin kitabınız buna şahidlik eləyir ki, qardaş, beyət etmirdilər, müxalifət eləyirdilər. Amma bu Vahabi yalancı tayfası, yalan danışan insanlar deyirlər, yox, heç belə etiraz da olmadı.